Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlərimiz. Növbəti sualımızla qarşınızdayıq. Deməli, belə bir sual verir ki, m nöqtəsi 2 -5 verilən parabolanın simmetriya oxu üzərindədir. Simmetriya oxunun tənliyinə baxaq. x0 bərabər m hər ikisi eyni şəkildə yazıla bilər. b böl 2a düsturundadır. Mənfi b-nin yerində durur. k plus 2 vurulsun. A-nın yerində isə x kvadratın əmsalı mənfi 2-dir. Bu ifadəni sadələşdirsək, k plus 2 bölünsün 4 alınır. Demək ki, x0-ın qiyməti bu ifadədir. Bu ifadə elə bizə m nöqtəsinin absisini göstərir. K plus 2 böl 4 bərabər 2. K plus 2 olacaq 8. K-nın qiyməti 6 olur. K-nın qiymətini tapdıqdan sonra funksiyamızı yazaq. Mənfi 2x kvadrat plus 6 ilə 2-nin cəmi 8x plus 2. Bizə deyir ki, təpə nöqtəsinin ordinatını tapın. Təpə nöqtəsinin ordinatını tapmaq üçün nə edirik? Mənfi 2-ni qarşıya çıxara bilərik. X kvadrat minus 4x plus 4. Bu şəkildə yazdıqdan sonra əlavə üzərinə 10 gələ bilərik. Mənfi 2x-in kvadratı müsbət 8x mənfi 8 edəcək. Üzərinə 10 gəldikdə müsbət 2 edəcək. Bu ifadələ sadələşdirsək mənfi 2 vurulsun. X minus 2-nin kvadratı plus 10 edəcək. Burada deməli abs, yəni m-in qiyməti 2-yə bərabər, ardınca n-in qiyməti 10-a bərabərdir. Yəni elə y0-da yaza bilərsiniz. Yəni ordinat 10-a bərabərdir. B variantı. Keçək inteqrala. İnteqralla bağlı olan ifadə deyir ki, AB natural ədədlərdir. İlk növbədə bunu verir. Sonra isə bu inteqrallar bərabərdir. Müəyyən inteqrallarda bunların açılışına baxaq. X kvadratın inteqralı x kub bölünsün 3-dür. Sərhədlər 1-dən 2-yə qədər. Sağ tərəfdə 2 vurulsun. X-in inteqralı x kvadrat bölünsün 2-dir. Sərhədlər A-dan B-yə bərabərdir. 3-lər ixtisar gedir. X kubda x-in yerinə bir dəfə 2, bir dəfə 1 yazmalıyam. Yəni 2-nin kubu minus 1-in kubu. Sağ tərəfdə 2-lər ixtisar gedir. X-in yerinə bir dəfə B, bir dəfə A-nı yazmalıyam. B kvadrat minus A kvadrat olacaq. Bunları sadələşdirdikdə B kvadrat minus A kvadrat ifadəsi 8 minus 1-ə, yəni 7-yə bərabərdir. Bu ifadədə müxtəsər vurma düsturu kimi açılışını yazsa B minus A vurulsun B plus A-ya bərabərdir. 7 özü isə sadə ədəddir, 1 ilə 7-nin hasilinə bərabərdir. Burada göründüyü kimi iki natural ədədin fərqi ilə cəmin hasili 1/7 şəklində göstərilirsə, deməli bunların fərqi kiçiyinə, cəmi isə böyüyünə bərabərdir. Əgər verilən ədədlərdən birinci B-ni tapmaq istəyiriksə, toplayıb 2-yə bölürük. A-nın qiymətini tapmaq istəyiriksə, çıxıb 2-yə bölürük. B-nin qiyməti 4, A-nın qiyməti 3. Bizdən istədiyi AB hasilidir. A ilə B-nin hasili 3 ilə 4-ün hasili bizə 12-ni verir. Yəni doğru cavabımız E variantı olur.